belə dəyişikliklərə bilirsiniz niyə? Bu sahədə çox dələduzluqlar yayılmışdı. Yəni mülkiyyətçi olmayan şəxs eyni vaxtda bir deyil, 5, 6 və ya daha artıq sayda şəxslərə deməli satırdı mənzilləri. Amma burada mənzilin satılmasından söhbət getmirdi. Yadda saxlamaq lazımdır ki, ümumiyyətlə şəxslərə belə izah eləmək lazımdır ki, əgər çıxarış varsa, deməli o mənzili sən mülkiyyəti alırsan. Yox, çıxarışı yoxdursa, burada daşınmaz əmlak üzərindəki pay hüququnun özgərinkiləşdirilməsindən söhbət gedir ki, Mülki Məcəllə 144-1 maddəsi əlavə edildi. Yəni ki, orada bütün bu məsələlər nəzərdə tutulmuşdur. Məhəbbət xanım, regionlarda icra hakimiyyətləri tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi üçün istismara qəbul aktının vətəndaşlara verilməməsi vəzifəsindən layiqincə yerinə yetirməmələri barədə və bu işdə süründürməçiliyə yol verdikləri, get-gələ salmaları barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, Mehriban xanım, Azad müəllim qeyd elədiyi kimi, o qədər gözəl qanunlarımız var. Düzdür, mülki hüquqda çox böyük boşluqlar var, tez-tez dəyişdirilir. Hətta Azad müəllimlə biz kafedrada bunu diskussiya eləyəndə narazılıqlarımızı özümüz bildiririk. Amma bütün onları müdafiə üçün bütün qanunverici aktlar Azərbaycanda var. Siz dediyiniz kimi, yerli məmurlar bu işlərə çox da laqeyd yanaşırlar. Bəzən də tanışlıqla, kimin vasitəsilə bu məsələlərə diqqət yetirirlər. Əslində vətəndaşların hüquqi biliyi zəifdir. Belə olan halda heç kəslə mübahisəyə qalxmaq lazım deyil. Hər bir kəs hüquqşünas ola bilməz. Hər bir kəs bunu bilə bilməz. Bəzən də belə olur Mehriban xanım. Əlində heç bir sənədi yoxdur. Gəlir həftələrlə icranın qabağında oturur ki, bu mənzili özəlləşdir, ver mənə. Baxı, sən bir sənəd gətirməmsən əlində, vaxtında bu sənədi almamısan və sənəd olmayandan sonra icra sənə nə kömək elə bilir? Onda icra hakimiyyəti bunun yönəldəndə ki, get məhkəmə qaydasında elə, vətəndaş onda narazı qalır. Əslində narazı qalmamalıdır. Vaxtında almadığın o sənədi sənə icra verə bilməz. Azad müəllim, vaxtı ilə alıb, kimdənsə də alıbdır. Amma bilməlidir ki, bunun üçün gərək icranın orderi olaydı, razılaşması olaydı, əlində bir sənəd olaydı. Necə alıb bəs? Hansı yolla alıb? Hansı yolla aldığını biz hər birimiz bilirik. Deməli, vətəndaşın burada günahı yoxdur. Yox, vətəndaşın da günahı var. Bir şeyi alarkən, buna pul ödəyərkən bilməlidir ki, əlində hər hansı bir sənəd olmalıdır. Sənədsiz alınmır axı mülkiyyət. Yox, mülkiyyət almır da. Orderlə mi satıblar, nə bilim, hər hansı bir müqavilə ilə. Torpaqlar var, müqavilə iləndir. Gəlir ki, gedək bu notarisa sənə satım. Belə şeylər olmur. Deməli, problem ondan ibarətdir ki, Məhəbbət xanım ümumiyyətlə problemli bir məqama toxundu. Söhbət ondan gedir, kim hansı sənədi verir. Müraciət eləyir adi şəxs, podrat müqaviləsi bağlayır, tutaq ki, tikinti şirkəti ilə, bu sifarişçi olur, adi deməli tikinti şirkəti də podratçı, yəni işi icra eləyən. Amma